Məsələ belədir, bir qrup ağla gəlməyən şəkildə gəlib Nigar klinikasının qapısını zəbt eləyirlər. Bir neçə, bilmirəm kimlərdir bunlar, tanımayan adamlardır. Bax gördüyünüz kimi həkimlərdir, hamısı məyus vəziyyətdə qalıblar. Xəstələr içəridə ağır vəziyyətdədir. Xəstəxananın qapısını bağlayıblar, buraxmırlar. Biz hüquqi ölkədə yaşayırıq. Nə deməkdir bu, mənim başım çıxmır? Biz çox təəssüf ki, bizim ölkədə belə hallar baş verirlər. Bax, qızlar, həkimlər, hamısı ali təhsil həkimlərdir, qalıb ayağı üstə. Zəbt eləyiblər ki, yox, biz buraxmayacağıq sizi içirək, bu xəstəxana fəaliyyət. Bu Səhiyyə Nazirliyindən gəlib, hüquq mühafizə orqanındandır. Kimlərdir bunlar gəlib qapını tutubsa? Nə dərəcədə düzgün deyə səhərdən qalmışıq küçədə, içəridə xəstələr var, həkimlər bayırda qalıb, xəstələrə baxan yoxdur. Nə dərəcədə düzgündür? Bir əllərində kağız göstərsin ki, nə səbəbə bağlayıblar da? Professor... Belə hərəkət eləmək olmaz axı. Professor... Hansı ölkədə yaşayırıq biz? Şahbazın fəaliyyətindən bir nəfər burada şəxs, tibb bacısı və yaxud da həkim narazıdır indiyə qədər. Həyatı boyu yox. Narazı olsaydı qalıb işləməzdi axı, qardaş. Belə olmaz axı. Buna bir əncam eləsinlər, əvəz eləsinlər. Hansı dövrdə yaşayırıq biz? Bizim o cür ulu öndər belə qoyub getməyib. Bu günləri fəaliyyət göstərir. Allah bütün hamısını canını sağ eləsin. İndi gedən uşağın çıxağın Ali Baş Komandana, prezidentimizə. Bu nədir bir qrupdur? Terroristdir bilmirik, nə banditdir bilmirik. Gəlib nə qüvvə dünyasıdır indi. Mən qolu qüvvəliyəm, belə olar bəs. Nə səbəbdən qapıları sındırırlar? Nə səbəbdən bu cür hayküyü qaldırıb ses salıblar? Cəmaatı töküblər çöllərə, xəstələrlə maraqlanan yoxdur. Ağır xəstələr var şöbədə, çox xahiş edirik, imkan yaradın gedək heç olmasa şöbədə xəstələrimizə baxaq. Belə olmaz axı. Qayda qanun lazımdır. Bir şey eləyin ki, biz xəstələrimizə heç olmasa yiyə duraq. Lazımdırsa başqa klinikalara köçürdək. Belə şey də olmaz axı. Bu qayda qanunsuzluqdur hamısı. Aç gideyim ne sana? Ay kardeş. Sen Müslüman diyorsun, aç kapını sözünü dinle. Hasta orada can verin. Allah'a andolsun bunu şekli çekip getir bir akşamlar. Bir şey olur. Kim çapsı göster görmeyin bir şey. Peki haksızlık eleyenler Aç yürü. Ama fəhlərlər çox başından uçsunuz, niyə? Ne tanıyorsun adam sen de? Haksızlık eleyenlere hiç de diyebilmişsiniz. Aç. Ay bu da başa çıkıyor. Hakim bizi koy kendisi. Ay kardeş. Yolu bağlayayım ki, çok rahatsız da özgürlüğüne gəlib. Hukukun özündən nə xəbəri var? Millət 5 gün olmadı qalıb vurdum və içəri bırak. Allah hastalarınıza şəfa verir. Bəs şəfa verir. Şəfamızı eləyək, belə şəfa verir. Yəni düzgün qapınız başına gəlib bağlı. Gəlin həkimlərə yardım eləsin. Niyə bağlı da qapınız? Qanunla danışan biz sadəcə gəlib ictimai səsləmiz. İctimai hər hansı bir gücləri, büdcə yaranır, hər hansı gücləri dağlı olur, ictimai səsləmiz. Bir də istəyirik ki, hər şey sizin Bir maraqlan da qardaşını maraqlan niyə? Sevil kimdir rəhbəriniz var, maraqlanır. Sevil kimdir Avrupa'da olur? Mən gəldik, oldu, çıxdı, getdi də. Cəmaat sizin üçün nə? Və nə qayırsınız? Siz özünüzü təqdim eləyin də zəhmət olmasa. Özünüzü təqdim eləyin də. Mən jurnalistəm, hədəf informasiya agentliyim. Xəstəmi yetişdirəcəm, bağlar xəstəmi yanına gəlir. Sevil xanım, Sevil lazımdır informasiya. Vətəndaş, mən jurnalistəm.